Hər birinizi salamlayıram yeni vloquma və kanalıma xoş gəlmisiniz. Ümid edirəm ki, həm kanalım, həm də bu vloqum sizin üçün maraqlı olar və bu vloqda siz daha çox təmizlik görəcəksiniz. Düzdür, təmizlik vloqu deyil, bu vloqda hər şey var, amma daha çox təmizliklə bağlıdır. Buna görə də sözü çox uzatmaq istəmirəm və sizə xoş izləmələr. Qızlar, sizə keçən dəfə demişdim ki, aralıqlı oruca başlamışam və bunu da hələ davam etdirirəm. Nə edirsən burada? Saçlarına nə olub sənin? Nə olub saçlarına sən? Can. Qış paltarlarını çıxarıram buradan və yay paltarlarını bura əlavə edəcəm. İstədim ki, bunu da sizinlə birlikdə edək. Əvvəlcə heç nəyi boşaltmamışam. Hər şey olduğu kimi burada qalıb. Sadəcə buradan paltarları çıxarım əvvəlcə. Bundan sonra baxım nəyimiz var, nə atılmalıdır, nə atılmalı deyil. Bundan sonra başlayacaq birlikdə yerləşdirməyə. Hər şeyi çıxardım belə. Əslində elə bilirdim ki, vlog çəkirəm. Yadımdan çıxıb telefonu yandırmamışam. Hər bir şeyi çıxardım. Burada yəni belə paltarlar falan var. Bunlar lazım deyil. Bunlar yaya uyğundur və mən geyinmirəm onları. Buradan da bəzi şeylər var ki, lazım deyil. Bu arada niyə yerə qoydum belə? Çünki mən bunları yumamış istifadə edəməyəcəm. Sadəcə çıxarıb və bu qədər paltarı birdən-birə yuya bilmərəm. Hansılar daha lazımlıdırsa ən birinci onları yuyacağım. Buna görə də elə yerə qoydum ki, yay paltarlarını götürüm. Bunları da yığıb bir-bir yuyacağım. Yəni təmizdir. Sadəcə istər-istəməz neçə vaxt ki, yığılıb qalıb. Buna görə də yumaq lazımdır. Qızlar, keçən vlogda mən sizinlə belə bir şeylər paylaşmışdım ki, mənim kanalıma gələn mənfi rəylər haqqında və həmin vlogun altında çox gözəl sözlərinizi gördüm və istəyirəm ki, bu vlogda sizə təşəkkür edeyim ki, mənim belə gözəl izləyicilərim var. Hətta mənim vloglarıma çox zaman eyni izləyicilər yazır. Mən onların mənim vloglarımı sevərək izlədiyini bilirdim bugünə qədər. Amma bəzi izləyicilərim var idi ki, onlar mən əvvəllər bu qədər çox rəy yazdıqlarını filan görməmişdim. Hətta ilk dəfə rəy yazanlar da var idi və gördüm, çox həqiqətən xoşbəxt oldum ki, mənim belə izləyicilərim var. Buna görə də sizə çox sağ olun demək istəyirəm. Və bir şey də nəzərinizə çatdırım ki, əgər məni hələ də abunə olmadan izləyirsinizsə, amma vloglarım sizin qarşınıza çıxırsa, zəhmət olmasa elə indicə videonu dayandırıb kanalıma abunə olun. Bu sizin üçün kiçik bir toxunuş ola bilər, amma mənim üçün çox-çox vacib bir şeydir. Yəni mən hər vloqdan sonra baxıram ki, bu vloqdan mənə nə qədər abunə gəldi. Yəni bu vloqum sevildimi, sevilmədimi? Bu mənim üçün vacibdir. Buna görə də bundan sonra mənə rəylərinizi də çox yazın. Sağ ol. Teşekkürler. Ponçik. O bir sayı kaçsan indi. Ben şampon da. Hadi bildim mi? Ne yapsan da sunkamda taparsam da şampuanımızda da.
Kızlar, bunun içində də bir xəzinə var. Bir də çox ağırdı. Ona görə də yoldaşım düşürdü. Kızlar, deməli nə qərar verdim. Gördüm ki, işin içindən çıxa bilmirəm. Buna görə də elə bunları çıxarmıram, qalsın içində. Bunu qoyacağım bir qırağa. Çünki hələ ki tam havalar soyumuyor. Amma buradan lazım olmayan yay geyimlərini yığacağım bu paketlərə və şeyin altına qoyacağım. Taxtın altına bunları qoyacağıq. Çünki bunları mən istifadə eləmirəm. Ona görə də gəlin bunları çıxaraq əvvəlcə. Qızlar, deməli təmizliyimizə davam edirik, amma təmizlədikcə də fikirləşirəm ki, görəsən tezdimi bu paltarları buradan götürmək üçün. Çünki yoldaşım hələ də qısa qollarda, yəni qısa qol geyinir. Mən özüm də bəzən hava isti olduğu zaman qısa qol paltar geyinirəm. Buna görə də elə bu vlogda da indi görəcəksiniz ki, fikrimi yardan sonra dəyişirəm. Düzdür, bəzi işlətmədiyim paltarları yığıram ki, artıq onları onsuz da mən geyinmirəm. Sizə belə bir şey deyim ki, burada təmizlədiyim yerdə olan paltarların mən çox hissəsini heç geyinmirəm əynimə. Burada daha çox ev paltarları filandır, amma vloglardan da yəqin ki görürsünüz ki, mənim elə evdə geyindiklərim demək olar ki, eyni şeylərdir. Yəni yuyuram, başqa paltar geyinirəm, tezdən yenə o birisinə qayıdıram və gün ərzində də bir neçə dəfə bəzən olur ki, paltar dəyişdiyimə görə. Çünki Alina bəzən üstümü su eləyir, Alinanı yuyarkən ya da adi bir haldan. Buna görə də elə geyindiyim demək olar ki, daha rahat paltarlardır. Mən evdə daha çox belə dar geyimləri, məni sıxan geyimləri xoşlamıram. Düzdür, burada o qədər geyim var evdə geyinmək üçün, amma mən həmişə əlim boş şeylərə gedir ki, boş kofta, boş şalvar olsun ki, mən rahat olum. Bəzən də belə insanlar olur ki, pijamanı evdə geyinmirlər, ancaq yatmaq üçün istifadə edirlər. Mənim məsələn boz pijamam var, mən onun şalvarını, düzdür, kofta şalvar ikisi bir yerdə yox, onda da biraz qəribə görünür, amma şalvarını evdə olarkən istifadə edirəm və mənim üçün bu normal bir haldır. Bilmirəm sizdə necədir? Rəylərdə mənimlə fikirlərinizi bölüşərsiniz. Mən rahat olduğum geyimdə ev elə bir yerdir ki, insanın rahat olduğu bir yer olmalıdır. Buna görə də çox zaman elə rahat geyimlərə də üstünlük verirəm. Bu paketləri də əgər sizə maraqlıdırsa, əvvəlki vloglarımda var idi bunlar və onları manatlıq mağazalarda tapa bilərsiniz. Əgər sizə lazımdırsa, bu hissəsi var, üstündə alt hissə, oradan tostoranla havasını çəkirsiniz və vakuumlanaraq paltarlarınızı rahat formada saxlaya bilərsiniz. Bundan sonra başlayıram yoldaşımın idman sumkasını axtarmağa və tapıram nəhayət ki. Və yoldaşım futbola getməli idi. Normalda özü yığır paltarlarını. Bu dəfə mən burada iş gördüyümə görə mənə dedi ki, paltarlarımı qoyarsan. Mən də dedim elə yəni yerləşdirim. Özü gələr baxar, nə lazımdır, nə lazım deyilsə özü düzənləyər bundan sonrası. Normalda özü yığır, çünki özünə lazım olan şeyləri, hansı şey ona rahatsa geyim, onu götürür. Bu dəfə isə belə bir dəyişiklik elədi. Mən yığdım. Düzdür, özü də gəldi, baxdı. Məndə son zamanlar belə bir şey yaranıb ki, mən bilirəm ki, məsələn, haranısa təmizləmək lazımdır, düzəltmək lazımdır, məsələn, şkafı. Amma vlog çəkmədən bunu eləyə bilmirəm. Bilmirəm, bu vlog çəkən xanımlarda da belədir, yoxsa məndən mi belə bir şey yaranıb. Amma fikirləşirəm ki, yox, vlog çəkərkən elə buranı da təmizləyərəm. Bundan sonra təmizliyimi bitirdim və gəldim evin yanındakı Starex'ə. Bağlamam gəlmişdi Tumudan və bunu birlikdə sizinlə açacağıq. Daha çox Alinanın paltarlarıdır. Sınamaq üçün Alina üçün bəzi qış geyimləri sifariş verdim. Deməli, Temudan yeni sifarişlərim var. Gəlin birlikdə onları açaq. Deməli, Alina üçün kurtka sifariş vermişəm. Gəlin bunu ən sonda açaq.
əvvəl deməli belə bir dəst sifariş vermişəm. Elə Alina üçündür buradakı paltarlar hamısı. Belə yun bir dəstdir. Məncə gözəldir. İçi də belə yundur. 12-18 aya uyğundur. Bundan sonra belə bir dəstdir. Dəst deyil bu. Belə komizondur. Bunu da bizdə biraz ev sərin olduğuna görə çimdikdən sonra geyinə bilər deyə nəzərdə tutmuşam. Bu da bu formadadır. Belə ayaqqabılar. Belə materialı pis deyil, yaxşı gəlir. İçlərdə yundur. Bundan sonra belə bir məhsuldur. Bu da şkaf qapıları bağlamaq üçündür. Çünki Alina bir çox şkafı açmağa çalışır və bu formada belə bir şey sifariş vermişdim. Ən son isə Alina üçün ayaqqabılar sifariş vermişəm. Gəlin buna da baxaq. Biraz böyükdür elə bir. Neçədir? İçində də belə bir şey çıxır. Belə tüklüdür. O 30'dur. Mən amma 30 sifariş verməmişdim deyəsən. Amma biraz böyükdür də belə. Bilmirəm, ayağına yəni çox böyükdür. Biraz gülməyim gəldi. Taraq yaxşı olmasa onsuz da bunu bilmirdim necə gələcək. Təzəsini almaq olar. Belə pis deyil. Keyfiyyəti yaxşıdır. Amma bilmirəm, ayaqlar biraz böyük olacaq. Gəlin ən son kurtkasına baxaq. Kurtkası da belədir. Əlcəkləri də var üstündə. Amma bilmirəm, böyük olacaq yoxsa necə. Məncə çox böyük olmaz. Məncə yaxşıdır. Belə qolları manjetlidir. Keyfiyyəti də yaxşıdır. İçi də belə. Qızlar, burada da mən Alina üçün tərəvəzlərini hazır formada qoyuram. Əgər yeni ana olanlar varsa, övladı əlavə qidaya keçən analar varsa, baxın bu hissəyə, yəni sizin də nəzərinizdə olsun. Düzdür, uşaq üçün yemək, sup hazırlamaq o qədər də problemli bir şey deyil, ağır bir şey deyil. Amma hər gün bunu etdiyimiz zaman, bir yandan da uşağa baxdığımız zaman bəzən çətin olur. Hər gündə məsələn kökü soymaq filan. Buna görə də mən belə bir çözüm tapmışam ki, bu tərəvəzləri bir qabın içinə, təbii ki yumadan qoyuram, tez xarab olmasın deyə. Bir qabın içində belə yığıram, kökü də soyuram və mənə lazım olacaq hissələrə, məsələn 3-4 günlük ayırıb qoyuram bura. Bundan sonra burada biraz qab dar olduğuna görə köklərim hamısı yerləşmədi. Amma bir neçəsini götürdüm ki, onsuz da sup hazırlamaq lazım olur və bunları birinci istifadə edəcəm. Ətləri də eyni zamanda kotlet formasında edib duzsuz formada və soyuducuda saxlayıram. Keçirik artıq növbəti günə. Səhər oldu və mən başlayıram qabları əvvəlcə yuyuram. Çünki axşamdan bu qablar qalmışdı. Alina'nın butulkasını da yuyuram ki təmiz olsun və keçəcəm artıq yemək hazırlığına. Burada mənim balaca köməkçimi də görə bilərsiniz. Orada zibil qabı ilə yenə də oynayır. Keçən vlogda da sizə göstərmişdim ki, bu uşaq əl çəkmir zibil qabından. Başlayıram, biraz təmizlik edirəm. Bu arada bilmirəm diqqət elədinizsə, biraz arıqlamışam və vlogda da yəqin ki hiss edəcəksiniz. Yəni o qədər də böyük bir kilo verməmişəm, amma mənim üçün bu belə sevindirici haldır.
Və əgər sizə maraqlıdırsa ayrıntılı formada keçən vlogda da demişdim. Sizin üçün ayrıntılı formada gündəlik nələr yeyirəm göstərə bilərəm. Burada da Alinaya baxın, hara gedirəm, gəlir arxamca harasa dırmaşmağa çalışır. Sabahınız xeyir. Deməli, yemək hazırlayıram. Həm Alina üçün, həm də özümüz üçün. Burada mən bir şey deyim. Həmişə bunu mən yumurdum şampunla. Əslində uşaq üçün olan şampunlar falan var, amma almamışam ondan. Yəni qab şampunundan söhbət gedir. Bunu adi qab şampunu ilə yuram. Bundan sonra da indi suyu qoymuşam qaynasın. Birazdan qaynadıqdan sonra bir qabın içine qaynanmış su və bunu da qoyacağım, bir 10 dəqiqə qalsın. Yəni bu formada eləyirəm, yoxsa sarılığı getmir. Soda ilə yuyurdum. Yəni o qədər şey yoxladım, amma ən yaxşısı elə qab şampunu ilə yumaqdır. Bilmirəm, sizin də fikirləriniz varsa mənə yazarsınız. Qızlar, bizdə əslində səhərlərimiz standartdır. Yəni çox belə vacib bir şey olmadığı zaman bizdə elə standart bir gün keçir. Yəni Alina üçün əvvəlcə yemək hazırlayıram. Bir gün belə sıyıq formasında, yəni düyü unundan belə bir bananla qarışdırıb yemək yeyir. Bir gün isə artıq ona yumurta qaynadıram. Yəni bu formada yumurtanın da sarısını verirəm. Mən elə ilk başladığım zamandan 4də 1 ilə başladım. Amma bunu bir neçə gün elədim. Ondan sonra elə bütöv sarısını verdim. Onsuz da balacadır yumurtanın sarısı. Ancaq kənd yumurtası vermişəm. Baxın, elə bir ki, bildirçin yumurtasıdır. Bax, balacadır. Yəni hər gün birini yeyir və bu formada da günlərimiz keçir. Gündəlik isə tərəvəz supunu verirəm. İndi 1 yaşdan sonra isə düzənli formada süd məhsullarından evdə hazırlayıb verəcəm. Deməli, çıxmışdıq, parka gedirdik. Həm də oradan marketə gedib bir neçə alınmalı şeylər var idi evə. Amma yarı yoldan qayıtmalı olduq. Gördük ki, Alina artıq üstün batırıb, sağ olsun. Və gəldim tez pampersini dəyişməyə. Toyuğu qoydum suda, qaynasın. Biraz çox oldu deyəsən. Amma ki sabaha da qalar, heç nə olmaz. Burada Alina'nın yeməyidir, həmişə kimi. İndi bunu qarışdıracağım və burada da spagettiləri attım. Tam detallı çəkməyə ehtiyac yoxdur, çox sadə bir yemək olacaq. Deməli qızlar, yeməyimizi yedik. Son halını sizə paylaşmadım, çünki yəni standart bir yemək idi. Amma son vaxtlar mən makaron və ya spagettiyə belə qaymaq əlavə edəndə çox xoşlayıram. Çox dadlı olur, dəyişik bir dadı olur. Və oturduq yeməyimizi yedik. Mənə isə bu qabları artıq yığışdırmaq qaldı. Və belə olduğu zaman çox zaman yoldaşım və qaynanamla Alinanı göndərirəm digər otağa. Başlayıram özüm sakit formada yığışdırmağa. Vlog çəkməmişdən əvvəl həmişə telefonda mütləq nələrsə açardım və izləyərək işlərimi görərdim. Amma vlog çəkdikdən sonra daha çox sakitlikdə vloglarımı çəkməyə çalışıram ki, artıq səslər falan sizi narahat etməsin. Burada qabları yuyuram. Bilmirəm bu hissələr sizə maraqlıdır yoxsa yox. Birazdan peçin üstünü də təmizləyəcəm və qısa da olsa, belə üzdən də olsa bir mətbəx təmizliyi edəcəm ki, təmiz olsun, heç yerdə yağ qalmasın. Mənim ən sevdiyim şeydir ki, axşam mətbəxi təmizləyirsən və səhər təmiz mətbəxə oyanırsan. Belə olduğu zaman səhər də mənim üçün daha yaxşı, rahat başlayır. Düzdür, hər səhər məndə bir adət var ki, stolun üstü mütləq silinməlidir. Bəzi insanlar fikir vermir buna, düzdür. Bəlkə də qəribə də gələ bilər sizə, amma təmiz də olsa, mən xoşlayıram ki, stolun üstünü əvvəlcə silim. Elə əvvəldən məndə belə bir adət var və qabları yuyuram. Buradakı qazanlar o qədər yağlı idi. Düzdür, bunu vlogda sizə ötürə bilməyəcəm. Amma neçə dəfə şampunlamağımdan görəcəksiniz ki, bunlar çox yağlıdır.
Hər zaman dediyim kimi sizə vloqda nəyi görmək maraqlıdırsa mənə yazın. Çünki belə olduğu zaman mən bilirəm ki, mənim izləyicilərimi nələr maraqlandırır və çalışıram ki, elə o mövzuda da nələrsə həm sizinlə danışım, həm də o vloqları, həmin şeyləri vloqlarıma daxil edeyim. Əgər bu hissələr sıxıcıdırsa, təmizlik sizə sıxıcıdırsa, bunu da yaza bilərsiniz. Mən bunları azaldaram. Yəni izləyicilərimin çoxu nə istəyirsə, ona uyğun da çalışıram ki, izləyicilərim nə istəyirsə, çalışıram ki, elə vloqlarımda onlara yer verim. Yəni həm vloqlarımda təmizlik, həm məsələn sifarişlərim ya da yeni aldıqlarım nələrsə bölüşürəm. Yəni isteğinizə uyğun çalışıram ki, əlimdən gəldiyincə sizin üçün nələrsə paylaşım. Siz də abunə olaraq mənə dəstəyinizi təbii ki göstərsəz sevinərəm. Burada mən çox zaman sarı dəsmalla bu çayniklərin üstünü silirəm. Bu sizə qəribə gəlməsin. Mənim üçün normaldır əslində. Çünki o sarı dəsmal biz tez-tez dəyişirik. Həm də onu şampunlayıram. Bundan sonra silirəm. Elə daha rahat olur. Təbii ki üstünü silirəm. İçinə onsuz da dəymir. Düzdür, çaynikləri də biz tez-tez yuyuruq. Amma yumadığım zamanlarda da əgər evdə yemək bişibsə, üstündəki heç olmasa ola bilər ki, yağ dəysin. Düzdür, yemək bişirdiyim zaman çaynikləri də orada qoymuram ki, üstünə yağ dəyməsin. Amma yenə də ola bilər. Buna görə də çalışıram üstlərini silim. Artıq mətbəxin təmiz halını görürsünüz. Bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Özünüzə çox-çox yaxşı baxın və kanalıma abunə olmağı da unutmayın.